Bu qarşılaşmaya İrlandiya və Dağıstan qarşılaşması kimi baxanlar da var. İllər əvvəl UFC tarixinin unudulmaz anlarından biri yaşanmışdı. Conor McGregor və Khabib Nurmagomedov döyüşü. İrlandiyanı təmsil edən Conor McGregor Dağıstandan gələn Khabib Nurmagomedova məğlub olmuşdu. Odur ki, bu qarşılaşma həm də intiqam qarşılaşmasıdır. Bəs görəsən Yan Geri İrlandiyanın intiqamını ala biləcəkmi? Biraz bu haqda danışaq. Geri bu döyüşə dünyanın müxtəlif ölkələrində hazırlaşıb. Güləşini inkişaf elətdirməkdən ötürü Gürcüstana belə getmişdi. İslam Makhachev xoş niyyətini göstərmək üçün Yan Geriyə hətta ağıllı bir tövsiyə də eləmişdi. 1-2 ay güləşlə məşğul olub özünü inkişaf etdirə bilmərsən. Bu uşaqlıqdan gəlməli olan bir şeydir. Ona məsləhətim odur ki, güclü olduğu tərəflər üzərində daha çox çalışsın ki, döyüşdə bir şeylər göstərə bilsin. Yan Geri də Makhachevin bu tövsiyəsinə qulaq verdi və Gürcüstandan qayıtdı. Gerinin güləşə qarşı müdafiəsi çox yaxşıdır. İslam Makhachev isə deyir ki, bu işdə səviyyələr var. Razılaşıram, bu işdə səviyyələr var. Ancaq biz İslam Makhachevin daha əvvəl qarşılaşdığı bəzi döyüşlərdə güləşməkdə çox çətinlik çəkdiyini görmüşük. Bunun ən böyük örnəklərindən biri də Aleksandr Volkanovskidir.